Salam Məmər xanım. Salam. Sizə müraciət edənlərdən ən çox sizin rastlaşdığınız problemlər nələrdir? Çox təəssüflər olsun ki, bizim müraciətçilərimizdən ən çox rastlaşdığım və məni narahat edən bir məsələ var ki, insan öz duyğularını bu qədərmi tanımaz? Duyğularından, çünki insana təsir edən, insanın davranışlarına təsir edən əsasən duyğulardır. Yəni düşüncə duyğuya təsir eləyir, duyğu da davranışa təsir eləyir. İnsanda yaranan psixoloji problemlərin çoxusu duyğularını bastırmaqdan, duyğularını yox saymaqdan irəli gəlir. İnsan öz duyğularını tanıyıb, onları qəbul edib, necə deyirlər, onlara uyğun bir davranış göstərməlidir. Bəzən isə insanlarımız öz duyğularını ifadə etməkdən çəkinirlər. Duyğuları izah etmək, duyğuları ifadə etmək gücsüzlük deyil, əksinə insanın çox güclü tərəfidir. İnsanlar həmişə öz duyğuları ilə yaxın təmasda olmalıdır, onlarla üzləşməyi bacarmalıdır. Siz duyğularınızı yox saydınızsa, onları bastırdınızsa, yeni psixoloji problemlərlə rastlaşacaqsınız. Onları yox saymaq tamamilə sizin tərəfinizdən olan bir səhv addımdır.